Salam hörmətli tamaşaçılar. Hər bir xalqın tarixində baş verən hadisələr təbii ki, onun yaddaşında kök salır. Bugün 1990-da baş vermiş 20 yanvar hadisəsininlə əlaqədar sizlərlə görüşə gəldik. Əslində devizimiz belədir. Unutmayaq, unutsaq onları. 20 yanvar hadisələri haqqında kifayət qədər sizin məlumatlarınız var. Biz bir daha fikirləşirik ki, hər il, hər an biz bu hadisəni unutmayaq və o insanları ehtiramla yad edək. Onlardan biri 1990 yanvar ayında şəhid olmuş Yanvar Nəsirovdur. Bugün redaksiyamıza Yanvar bəyin həyat yoldaşı Almara xanım Nəbiyevanı dəvətləmişəm. Çox sağ olun Zülfiyə xanım. Əvvəla Səngərduz TV-ni salamlayıram və təşəkkür edirəm ki, bu günləri, bu 20 yanvar ərəfəsində məni studiyanıza dəvət etmisiniz. Və onu da diqqətinizə çatdırım ki, bəli, mənim həyat yoldaşım Nəsirov Yanvar 1990-cı ilin 20 yanvar faciəsində şəhid oldu. Biz 1987-ci ildə Bakı şəhərində ailə qurmuşduq və o zamana kimi bizim 2 yaşı tamam olmamış evladımız dünyaya gəlmişdi. Və özünüz də bilirsiniz ki, o dövrdə Azadlıq meydanı çağlayırdı. Mənim də yoldaşım vətənini sevən bir evlad kimi gündüzünü, gecəsini işdən gələndən sonra o meydanlarda keçirirdi və son olaraq 1990-cı ilin şənbə gecəsində, 19-cu gecəsində bütün xalqımızın evlatları, necə ki, Azərbaycanın azadlığı, suverenliyi uğrunda çalışırdılar və həmin gecədə onlar bir-biri ilə əl-ələ tutub Sovet qoşununun qarşısına əli-yalın çıxdılar. Və həmin gecədə hər birisi öz canlarını vətən uğrunda qurban verdilər. Şəhid oldular. Silahsız xalqıma divan tutuldu. Azadlıq deyərək toplaşan xalqa odlu silahlardan ateş açıldı. Əli-yalın xalqın dinc əhalinin üstünə onlarla tank yeridildi. Tarix görməmişdi belə vəhşilik, yüzlərlə vətən şəhid edildi. Nə qoca, nə cavan, nə qız, nə gəlin əzdilər, keçdilər körpələrəcən. Bakı qan ağladı, fəryad qopardı, gecədən başlamış düz səhərəcən. Qorxuyla döndərmək istəsələr də xalq öz amalından geri dönmədi. Nə şaxta, nə ordu, nə də ki tanklar xalqımın əzmini qıra bilmədi. Bir xalq göstərin ki, tanklar önünə əli-yalın çıxa, silahsız çıxa. Bu mənim xalqımdır bircə gecədə, qanıyla qol çəkdi o azadlığa. Üstündən 100 illər gəlib geçsə də heç vaxt unutmayıq bu faciəni. Qan yaddaşımıza dönən bu qanlı, həm acı, həm də ki şanlı gecəni.
gecədə qanıyla qol çəkdi o azadlığa. Üstündən 100 illər gəlib keçsə də heç vaxt unutmarıq bu faciəni. Qan yaddaşımıza dönən bu qanlı, həm acı həm də ki şanlı gecəni. Və o gecə ömürlük bizim həyatımıza bir faciə kimi yazıldı və heç vaxtı gecənin bir yarısı da məni oyadıb o hadisəni, o faciəni soruşsalar, mən heç vaxt onu unuda bilmərəm. Və o gecə sübhə kimi biz onların yollarını gözlədik və sonralar axtardıq, aradıq, küçələri, xəstəxanaları, yəni komendant saatı, bilmirəm bir sözlə, yəni elə faciəli bir həyat yaşadıq ki, ömrümüzdən ömür aldı o faciələr bizim. Mən bir daha Azərbaycanın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin hər birisinə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı diləyirəm və Allah xalqımızı, birliyimizi qorusun ki, bu çətin zamanlarda biz həmişə qalib xalq olduq və ömürlük də xalqımızın ömrünə azadlıq yazılsaydı daha gözəl olardı. Bir şəhid xanım vakfondan sonra öz həyatını necə qurdu və bugünkü oğullara necə gəlmişdir? Çox sağ olun Zülfiyə xanım, təşəkkür edirəm sualınız üçün. Mən onu sizin diqqətinizə çatdırım ki, o dövrdə mən çox gənc idim. 27 yaşım var idi, əlimdə körpəm var idi. Həyatım boyu bugünkü məbədgah saydığım Bakı Dövlət Universitetinin nümayəndələr bizə gəldilər və onlar məndən nəyə ehtiyacım olduğunu sordular və mən də onlardan xahiş elədim ki, mənə ancaq işlə təmin eləsinlər və sağ olsunlar. O dövrki rəhbərlikdə məni işə götürdü. Fizika fakültəsinin dekanı vardı, Qəhrəmanov. Onlar məni fizika fakültəsində işə götürdülər və mən orada çalışdım və həm də ali məktəbə qəbul oldum. Yəni həyatımda bir dönüş oldu. Evladımı saxlamaqla bərabər öz həyatımı elmlə bağladım. Yəni bu günlərim Almara filologiya üzrə fəlsəfə doktorudur. Dədə Qorqud laboratoriyasının rəhbəridir. Tələbələrlə, müəllimlərlə bərabər məhz bu hadisələrin unudulmaması üçün, yeni gənc rəssam formalaşması üçün çox fəal iş aparır. Çox istərdim ki, Almara xanım, siz də öz leksiyalarınızda, mühazirələrinizdə və digər tədbirlərdə bax bunu gənclərə necə aşılayırsınız? Bu barədə bir neçə kəlmə eşitmək istəyirəm, məmnuniyyətlə buyurun. Çox sağ olun Zülfiyə xanım, sualınızı belə cavablandırardım ki, yəni bizim xalqımız o qədər vətənpərvər, şəhidlərinə qiymət verən xalqdır ki, hər bir il 20 yanvar zamanı, özünüz də mənə yaxşı bilirsiniz ki, Şəhidlər Xiyabanı necə gözəlliklərlə, xalçalarla, yadda qalan rəhçalarları ilə yadda qalır. Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ənənəvi olaraq Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür. Hazırlıq işlərinə yanvar ayının 6-sından etibarən başlanılıb. Zədələnmiş piltələr dəyişdirilib, ağacların budaqları və bəzi kollar budanır, qazon örtüyü yenilənir, yeni güllər və kollar əkilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur. Azadlığımızın memarlarını qucaqlayan Şəhidlər Xiyabanı ərazisində bu ildə faciəni anmaq məqsədi ilə müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə isə təcrübəli mütəxəssislər və landşaft dizaynerləri cəlb olunub. Hazırlıq işlərinin getməsinə baxmayaraq, şəhidlərimizin əziz xatirəsini ziyarət etmək üçün artıq şəhid ailələri və məktəblilər qruplar şəklində Şəhidlər Xiyabanına gəlməyə başlayıblar. Yatır burada qoca cavan, o günlərin şəhidləri.
Qeyd edək ki, hazırlıq işlərinin yanvarın 19-na dək başa çatdırılması nəzərdə tutulub. Yanvarın 20-si səhər saatlarından etibarən Şəhidlər Xiyabanı kütləvi ziyarətə açıq olacaq və xalqımız tariximizin ən qanlı faciələrindən birini 36-cı dəfə anacaq. Azərbaycan xalqının hər bir bölgəsində, hər bir ali məktəbində, hər bir orta məktəbində, hər bir mədəniyyət ocaqlarında, ictimai birliklərdə, hər yerdə 20 yanvar faciəsi anılır. O cümlədən bizim Bakı Dövlət Universitetində hər il 19 yanvarda Bakı Dövlət Universitetinin böyük Ağsalında 20 yanvar şəhidləri ilə bağlı tədbirlər keçirilir. Fakültələrdə tədbirlər keçirilir. O cümlədən bizim Filologiya fakültəsində də tədbirlər keçirilir ki, biz tələbələrlə birlikdə o günü qeyd edirik. Tələbələrimiz onlar şeirləri ilə, səhnəciklərlə göstərirlər. Milli daşımızı yaddan çıxmamağa və bu məğrur şəhidlərimizi heç vaxt unudulmamağa qoymurlar. Onların içində bizim ailemiz var, bizim var insanımız. Onların içində cəmi 5 ay əvvəl ailə qurduğu toy çadırında yan şadırılan evladlarımız var. Bəli. Bunları yaddan çıxarmaq olmaz axı əslində. Və ona görə də onlar bizim üçün hər bir insanımız. Ona görə qürur vericidir ki, bizim vətən sevgimiz, insan sevgimiz çox güclüdür və bundan cürət alan, bundan rövlətlənən hər bir vətəndaşımız bir daha sübut etdi ki, biz düşmənə can verə bilmərik. Və canından can verən oğullarımız 5 il bundan qabaq 44 günlük müharibədə əldə etdiyi uğurlarla bir növ şəhidlərimizin bir daha danmalıdır. Biz buradayıq. Azərbaycan gerbi, Azərbaycan bayrağı altında. Bu böyük xoşbəxtlikdir və tarixi hadisədir. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq və Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də əbədi bu qələbə bizimlə olacaq. Əbədi bu qələbə bizim tariximizdə olacaq. Bizdən sonra gələn nəsillər əbədi bu qələbə ilə haqlı olaraq fəxr edəcək. Və ona görə biz bugün sevinclə, fərəhlə, qürurla anırıq öz şəhidlərimizi ki, biz onların qarşısına qələbə xəbərinə gedirik. Biz azad olunmuş, 200 ildən sonra torpaqlarının sərhədlərini müəyyən edən bir ölkənin vətəndaşıyıq. Və bizim bir müəllim kimi, bir siyahlı kimi qarşımızda olan əsas məsələ əldə etdiyimiz bu uğurları, bu qələbəni qorumaq və bu yollar şəhid olan insanlarımızı tanımaq və tanıtmaq bizim borcumuzdur. 1 yaş 8 aylıq idi də mənim evladım atası şəhid oldu və o dövrdən də biz ana bala bir-birimizə hayan olub baş-başa həm dost olmuşuq, həm həyat keçmişik və bugünkü gündə də Allahıma hər dəfə şükürlər edirəm ki, nə yaxşı ki, mənim evladım çəkdiyim zəhmətimi yerdə qoymadı. Min şükür Allaha ki, özü bugünkü gündə öz amalı ilə, öz ailəsi ilə, öz işi ilə, öz gücü ilə yenə də xalqımızın xidmətindədir və xalqımızın gələcəyi naminə bacardığı işləri görür. Almar xanım Lədiyevanın həyat hekayəsi belədir. Bir an fikirlər. Bəli, bu ilanın böyük bir qismətidir ki, bu bir çətinlik yaşayan bir xanım, öz gənc yaşında ömür yoldaşı falan Almar xanımın həyat mücadeləsinin sonunda çox müsbət bir obrazla tanış oldu. O elmlə məşğul oldu, o çalışdı və bu günlərim həm öz evladlarında, həm gənclərimizə bu barədə böyük iş aparan bir xanım. Və elmi işinizə müdafiəsini biz arzu edirik, həll olunsun və sizə uğur arzulayırıq. 20 yanvar hadisəsi haqqında bəlkə də saatlar da günlər də danışmalıdır. Əslində bu bizim xalqımıza niyə ən çox təsir edir? Azərbaycan SSR yaranan gündə onun tərkibində biz həmişə bizim xalqımızda bir sədaqətlilik timsalı vardı. O qurumda öz üzərinə düşən bütün vəzifələr layiqincə yönətildi. Böyük Vətən müharibəsində gedən zaman orada bizim minlərlə evladlarımız iştirak edirdi. Və quruculuq işlərində yanımda da bir ifadə var, deyirdi ki, əgər bunu hesablamışdırsalar, Azərbaycanın SSR-yə verdiyi və 15 respublikaya payladığı o sərvəti
hesabına yer kürəsində 2 santimetr qalma bir qızıldan təbəqə çəkmək var. Bəli. Bu ondan xəbər verir ki, yəni belə bir ölkədə olan, heç gözləmədiyi halda olan, necə ola bildi ki, öz ordumuz Özünüzdə qənim oldu. bax bu qanuna qəltən elədi. Mən xatirimdədir ki, bir material qoymuşduq vaxtıyla və orada biz 20 yanvar şəhidlərini qoymuşduq. Moskvadan da bir nəfər gəlmişdi. Orada həm Azərbaycanın biz köynəyini saxlamışdıq, həm də şəhidləri qoymuşduq. Bizim köynəyində necədir? Deyir Azərbaycan. Qadir Sovet ellərində, Sənadada həm bəxtiyar. Onda sual olundu. Bəs necə oldu ki, biz bu hadisəyə tuş gəldik? Yəni, Sovet dövlətinin bir silahlanması bir dövründə bizim timsalımızda digərlərinin gözünü qırmaq məqsədidir 20 yanvar hadisəsi. Amma çox təəssüf ki, bu hadisədə biz elə igidlərimizi itirdik, elə insanlarımızı, körpələrimizi, Ailələrimizi, ki, sözün həqiqi mənada olan alıyor. Bax, bu mənada bu günlərim ona görə bizim üçün həmin günlərdə acı günləri də hamı xatırlayırdı. Bir şey mənə yadımdadır, rəhmətli Bəxtiyar Vəhəbzadənin də çıxışını deyirdi ki, Azadlıq Radiosunda bir Mirzə Xədər çalışır. Deyir, Mirzə Xədər eşitirsən, bizi qırıb qanına qəlhan edirlər, dünyaya xəbər verir. Və eyni vaxtda həmin hadisədən sonra bizim o vaxt toplaşdılar, fövqəladə vəziyyət hesab olundu, elan olundu rəsmədə. Və bir də heç xatirimdən çıxmaz, bir qadın gəlib meçinə ağlayırdı. Onun yeganə oğlu, 19 yaşında oğlu, həmin günü sadəcə yolda getdiyi yerdə bu əskərin, hansı ki o tərkibdə gəlməsində ermənilər var idi, onlar bizdən intiqamını alırdı, onlar üçün şərait yaradan Sovet dövləti idi, bizi istəməyənlər idi. Və deyir ki, o mənim oğlumu ürək patladı. Belə faktların sayı çoxdur, hesablıdır. Düzdür, biz belə düşünsək ki, yara qaysaq tutmaz. Siz inanın ki, gör neçə il keçir. Məgər bu? 36. Bunu unutmaq mümkün deyil. Bizim bir şeyə inanmamız güclüdür. Bəli, biz şəhidlərimizlə fəxr edirik və onları həmişə yaşatmağı bu şey hesab edirik. Onların timsalında yeni gənc nəsil formalaşır ki, onlar Azərbaycanın daha güclü, daha möhkəm olmaqda qulluq edəcəklər. Burada bir gözəl kitabı mənim diqqətimi cəlb elədi. Azadlıq Çarşı. Bəli. Mən istəyirdim ki, biraz bu kitab haqqında tamaşaçılara məlumat verəsiniz. Biraz geniş. Çox sağ olun Zülfiyə xanım. Yəni illər öncə bizim Sosial Təminat Nazirliyində görüşümüz var idi Sahil Babayevlə. Və bizi orada ideya verdik ki, onlar bizə maliyyə dəstəyi olsunlar ki, biz ya kitab yazaq, ya da ki, film çəksinlər bu 20 yanvar şəhidləri haqqında. Onda çox sağ olsun Sahil Babayev dedi ki, film biraz çətin alınacaq. Amma kitab üçün mən sizə maliyyə dəstəyi ola bilərəm. Və biz bu kitabı, yəni belə baxanda görünür, amma bu kitabı biz 6 ay ərzində ərsəyə gətirdik və bu kitabda da Tacir Qurbanov və mən, bir də ki, bizim 5 əməkdaşımız işləyib, həm kompüterdə, həm o materialların toplanmasında, bütün şahid ailələrinin hamısının özlərinin tərcüməyi halları var ki, burada bütün ailələrdən onları toplamaq, yığmaq, 6 ayın içərisində ərsəyə gətirmək çox belə təlatümlü, çətin bir iş oldu. Amma ki, həm də ki, ağrılı iş oldu. Niyə ağrılı iş oldu? Çünki buradakı şəhidlərin hamısı haqqında ki, məlumat verirsiniz. İnanırsınız, kompüterdə yığan sahibə xanım dedi ki, Amar xanım, mən hər gün onların həyatını yazdıqsan gözümdən yaşlı kimi gedir. Bunların hamısının həyatı elə acınacaqlıdır ki, elə bil ki, Allah Taala bunların hamısının taleyini bir yerdə yazmışmış, qurban olduğum. Zəhmətimiz yerdə qalmadı və maliyyə dəstəyi də oldu. Biz də bu kitabımızı ərsəyə gətirdik. 20 yanvar şəhidləri, adını da Azadlıq Çarşıları qoyduq. Və öz yoldaşım haqqında burada sənin bir yazın da var. Bəli, var. Bəli. Mənim həyat yoldaşım haqqında da özüm məlumat vermişəm. O dövrdə şeiri var orada. Deyəsən Ofeli xanım vermişdi. Əzizim yanvarda mən, doğuldum yanvarda mən, nə geliş-gelişdi, gedirəm yanvarda mən. Yəni o dövrdə bilirsiniz ki, xalqımızın
şairləri, yazıçıları, mədəniyyətçiləri, nə qədər bizim şəhidlərimizə bayatlar qoşdular, şeirlər qoşdular, mahnılar qoşdular, bəstəkarlarımız. Bugünkü gündə də o ənənə davam edilir və nə yaxşı ki, bizim xalqımız belə qürurlu xalqdır, bir-birini tutan xalqdır, şəhidlərimizi yaşadırlar. Biz yeganə bir xalq və dövlətik ki, bizim üçün yoxdur din fərqi, millət fərqi. Bəli, Bizim üçün var insan, qeyri-insan fərqi. Bakının mərkəzində bir abid ocaqdır. Şəhidlər xiyabanı. Amma əslində o şahidlər xiyabanıdır. Biz nəyə şahid olduq bu proseslərdə? Bir şahid olduq ki, insanın nə qədər qəddar olmalıdır ki, SSR-nin tərkibində olan Azərbaycan öz varı ilə, dövləti ilə, evladları ilə, hər bir anı ilə bu dövlətin yanında oldu. Və tarixdə sübut olundu ki, Azərbaycan xalqının insanlığa verdiyi nümunələrin sayı hesabı yoxdur. Və bugün əlbəttə onların içərisində bir məqamı heç mən onda bilmirəm, həmişə mən də müxtəlif tədbirlər keçirmişəm və müxtəlif materiallar hazırlamışam. Bunların içində sənin yoldaşın haqqında materialdır. Orada yazır ki, bircə qola qurban verən ana var. bəli. Bu Yusuf adında bizim bir aspirant olanımız olur. Onun təkcə bircə qolu tapılır. Gözün aydın ay ana, Yusuf'un bircə qolu tapılır. Ana buna muştuluq verir. Bəli. Yaxud da ki, orada ilhamla fərizə var. Və bugün əlbəttə milli adət ənənələri içərisində biz deyir ki, əsl bir-birinə sədaqət, sevginin timsalı olan ilhamla fərizəni unutmaq olar. Xeyr. Orada bizim körpə iqarımız var. O da Bəli, Larisamız var. Bəli. Sumqayıtdan gələn bizim üç aləmimiz var. Bəli. Amma bu təkcə Bakıda olmadı ki. Həm də heç bir haqqı payı olmayan Hacı Qabuldan tutmuş, Lənkərandan tutmuş, bəli, bəli. digər ərazimizdə. Bəli. Sadəcə niyə atır? Və həmin günlərdə bir də heç ola bilmərəm. Yəqin hamına xatir, ayın 19-unda hər gün saat deməli 19:30-da xəbərlər verildi. Bir siyasi icmal oldu. Həmin 52 adamda da bizim görkəmli icmalçı. Onu aparırdı. Və bu zaman qəflətən televizyanın sönməsi təəccüb doğurdu bizə. Nə baş verir? Bəli. Demək düşmən öz mərkəzi niyyətini də keçirməkdən ötürü ilk növbədə bizi xəbərsiz qoymaq istədi. Və səhərsə şəhərin alqar içində açması, dənizdə bizim insanlarımızın Cəmilərimizin fit verməsi. və bu həmin dövrdə fədakarlıq göstərən insanlarımızın ki, və heç unuda bilmərəm, istəyirəm onu bir də xatırladım. Bizim vətən sevgili insanlarımız. O zaman heç dövlət orqanlarında baş. Demir ki, filan işi görək. Səhər tezdən insanlar özləri bütün küçələrdə güllər düzüldü, bayraqlar asıldı. İnsanlar tankın üstünə gedirlər bir başa. Bəli. Və onların Qorxu hissi yox dəfn idi. mərasimində onlar gördü ki, bizim xalqı əymək olar, sındırmaq olmaz. Düzdür. Bu bizim həqiqətimizdir. Və biz bunu bir daha sübut etdik 44 günlük müharibəmizdə. Və onun üçün də həmişə mən bu sözü ondan bağlayıram ki, bir Azərbaycan məktəbə müəllim olmaq etibarı ilə biz ona görə qürurlu və şanslıyıq ki, bizim yetirmələrimiz içində ali baş komandanımız var. Bəli. Bizim şəhidlərimiz var, bizim elm adamlarımız var. Bizim sıravi insanlarımız var ki, hər bir insan bu qələbə üçün öz boyuna düşən yükü yerinə yetirir. Və bir yumruq kimi biz ola bildik. Və şübhəsiz ki, bax bu uğurların qazanmasında xüsusi bir rolunu qeyd edir şəhidlərimizin. Şəhid valideynlər qarşısında baş əyirik, onlara səbir diləyirik. Biz qazilərimizə şəfaət edirik və Amin. hər sözün içində dediyim, yenə bu məqama qayıtmaq istəyirəm. Biz bu qələbəni qazandıq. İndi bu qələbənin qorunması üçün elə bax bu timsallar nümunəsində nə etməliyik? Şəhidimizə hörmət, qazimizə diqqət, insanımıza məhəbbət. Bu bizim uğurlarımızın açarıdır, təminatıdır. Ona görə ki, bizim ətrafdan bədxahlarımız çoxdur, hətta içəridə. Bunu qorunmaqdan edir. Bax, bu gün bir yumruq olmağın düz Hər biri vətəndaş. Şübhəsiz ki, bu sırada yenə də mən əminəm ki, bizim təhsil əməkdaşlarımız, ali məktəbdə çalışan elm adamlarımız, müəllimlərimiz, hər birimiz, hər bir insanımızın Qoşuluyuq, bəli, bir əməli xalq olacaq. vətənə. Öz vətən sevgimizlə, insan sevgimizlə bu vətəni qoruyaq, ucaldaq. Çünki bizim boyun yükümüz var. Hər birimizin missiyası var həyata gələndə.
Bizim üçün vətəndən öncə heç şey yoxdur. Bax, bunu unutmayaq və şükür edək ki, ilahi bizə Bu günləri qismət bu edir. günləri qismət elədi ki, biz 30 ildən sonra bitirilmiş torpaqlarımızı qaytara bildik. Biz bu günlərin Şuşada, Ağdərədə, Xocalıda və təbii ki, qarşıdan bizim Xocalı faciəmiz gələcək, o barədə söhbətlərimiz olacaq, kimlərsə dəvət edəcəyik. Və Ağdamın qurulmasında, digər Cəbrayılın, Zəngilanın qurulmasında gördüyümüz işlər və sərhədlərin qorunması üçün aparılan işlər sözün əsl mənasında Azərbaycan vətəndaşını səfərbər edib və bu uğurun qazanmasında hər kəsin öz payı var. Məncə biz də ziyalı kimi, bir vətəndaş kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə borcluyuz. İllərlə həyat yoldaşımla bağlı kitab yazmışam. Sadəcə olaraq son redaktör işləri qalıbdı. Arzum odur ki, bir onu ərsəyə gətirim, çıxarım. Bir də bizim Gülahlı kəndimizlə bağlı bir kitabımız var ki, o Gülahlı kəndinin bütün demək olar ki, deməli, musiqi məktəbidir, ərazisidir, coğrafiyasıdır, sonra məhlələridir, cəhrizləridir. Ümumiyyətlə nəyi varsa, ziyalılarıdır, nələri varsa mən onların hamısını dövrü zamanda bizim yaşlı nəsildən toplamışam, hamısını informator söyləyicilərdən toplamışam və onların da bir redaktör işləri qalıbdır ki, Allahın köməkliyi ilə İnşallah ki, yəqin onu da ərsəyə gətirərəm. Digər tərəfdən də bilirsiniz ki, elmlər doktorluğu, dissertasiya işimin, yəni elmi seminarından da keçmişəm, müzakirəsindən keçmişəm. Bir dənə müdafiəm qalıb. Allahın köməkliyi ilə, yəni Allah da onu mənə qismət eləsə, müdafiə eləyib və sonra da onu monoqrafiya çıxararam ki, çünki bizim o da bir tərəfi Qarabağla bağlıdır. Çünki mənim doktorluq dissertasiyam mövzusu Azərbaycan dastanlarının inkişaf istiqamətləri möhtərizədə Qarabağ dastancılıq arealı əsasındadır. Yəni o mövzumda Qarabağla bağlıdır. Yəni doğma elmlə, obamla bağlı, yəni hər bir vətəndaşın boynuna düşən nə vəzifəsi var, nəyə gücü çatırsa, elədiyi kimi mən də həyatım boyu çalışdım ki, özümü elmə verdim ki, mən də xalqımız üçün, elimiz üçün, vətənimiz üçün nələrsə gələcək nəsillərə ötürüm, qeyd eləyim, yazım. Bilmirəm, bu da yəqin Allah Taala'nın bir mənə bir lütfu oldu ki, mən o tərəfdən bütün dərdlərimi unutmaq üçün gücümü qələmə verdim. Qarabağın işğalından əvvəldən sonra da bütün rayonlar içərisində Ağdam xüsusilə fərqlənir. Orada daha çox şəhid verən, daha çox acı yaşayan insanlarımız. Lakin o da Allahın bir lütfudur ki, burada o qədər böyük mədəniyyət, elm, deməli, xadimlərimiz var ki, bugün tanınan, sayılan, seçilən və amma bugün bir də biz qürur duyuruq ki, deyirik ki, heç vaxt işğalın sönməsin Allah. Bax, bugün sürətlə Ağdam qurulursa, Şuşa qurulursa, Ağdərəsi, Xocalısı, Xankəndisi. Qarabağımız. Bax, Qarabağımız. Bax, biz yenə də əvvələ qayıtsaq, bu işə ilk addım atan, canından can verən oğullarımızın, 20 yanvar şəhidlərinin də burada payı var və Almarı xanım o, deməli, ailələrinin bir nümayəndəsi kimi bugün onun həm elm sayəsində, həm həyatında, həm ailəsindəki mövqeyi bizim də oradan da çox sevindirir. Nə arzu edərdik Almarı xanım? Yəni, həm də bir şey deyim ki, onun fəaliyyəti eyni zamanda, Saşın, laboratoriyasının Dədə Qorqud laboratoriyasının rəhbəridir. O, Dədə Qorqud mükafatdan layiq gördü. Və yaxud da ki, Aşıq Valihin fəaliyyəti ilə bağlı apardığı işlərə görə onların xüsusi diplomuna layiq gördü. Aşıq əyləşcədir. Bəli, ən vacibi odur ki, o xanım qürurludur. O xanım öz namusu ilə, fəaliyyəti ilə ailəsini uca tutub və bir nümunə kimi də bugün Almarı xanım bizim sıralarımızdadır. Biz sizə həm elmi fəaliyyətinizdə, həm həyatınızda çox uğur arzu edirəm. Və deməli, öz həyat yoldaşının yaşaması üçün, öz nəvələrinin, evladlarının uğuru üçün, həm də bizim oğlumuz üçün nə etmək lazımdır? Yaşamaq lazımdır, yaşatmaq lazımdır. Sizə bu yolda bu kadar arzu edirəm.
Şehitler xiyabanı, boynu bükük çiçekler, vüsalına yetmeyen saya gelmez yürekler. Mezarlar sıra sıra, baş taşları yan bayan, bu torpaqda uyuyur sayısız yiğit qəhrəman. Şehitler xiyabanı, kalbimizin yaşları, nece seven yüreğin nakam can sirdaşları. Şehitler xiyabanı, tarihin düğünleri, milletin mehve mehkum düşünen beyinleri. Şehitler xiyabanı, ayağa kalkan elim, azadlık yollarında hüner gayret heykelim. Şehitler xiyabanı, canımızdan köçen can, şehit verirse demek yaşayır Azerbaycan. Şehitler xiyabanı, kalbimizin yaşları, neçe seven yüreğin nakam can sirdaşları. Şehitler xiyabanı, tarihin düğünleri, milletin mehve mehkum düşünen beyinleri. Şehitler xiyabanı, kalbimizin yaşları, neçe seven yüreğin nakam can sirdaşları. Şehitler xiyabanı, tarihin düğünleri, milletin mehve mehkum düşünen beyinleri.